Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əməlinin ağırlaşdırdığı, yəni ibadət etməyən və yaxşı işlər görməyən kəsi soy və kökü qoçaqlaşdırmaz. Ata-anasının və ya babalarının və ya babalarından birinin böyüklük və xoşbəxtliyi onun böyüklük və xoşbəxtliyinə fayda verməz. Öz məqam və dərəcəsini itirən kəsə atalarının məqam və dərəcəsi fayda verməz. Bunu möminlərin əmiri, Əmir-əl-Möminin Əli əleyhissalam buyurmuşdur. Hər bir kəs çalışıb özü üçün böyüklük və xoşbəxtlik gətirən əməllərlə məşğul olmalıdır. İbadət etməli və gözəl, yaxşı işlər görməlidir. Allah hər birimizə bu işdə yar və yardımcı olsun inşallah.